Adiləm, üzr istəyirəm, Faiq müəllim danışsın, sonra siz buyuracaqsınız. Buyurun Faiq müəllim. Nəsib müəllim deyək ki, Səttarxanı Qacarlara çıxdığına görə hansısa məsələdə dırnaq arası qəhrəmanlıqdandır. Ancaq tarixə baxdıqda görülür ki, bu qədər başqa belə mübarizələr var ki, onda gərək hamısı saxta olar. Yaxud da kim saxtadır, kim doğrudur, biz burada hüküm vermək doğru deyil. Yəni ki, mən qətiyyən də Səttarxanı yeri gəlmişkən də Səttarxan mənim üçün də doğmadır işlədim. Yəni mən elə qəbul edirəm Səttarxanı da. İndi o məsələnin detallarına varmaq istəmirəm. Məmməd Əli Şahqacar nə qədər məsələn deyək ki, qəhrəman idim onda. O başqa bir məsələdir. Məmməd Əli Şahqacar Qacar sorunu daşımasına baxmayaraq, o da aydındır ki, kimlərinizə oyuncağı idi və s. Yəni, bilirsiniz, qısaca mən deyirəm, yəni vaxtımız yoxdur, inşallah bundan sonra danışanda fikirlər dinləyəcəm. Əlbəttə, bizim burada Azad müəllimdə, Boran müəllimdə, Nəsib müəllimdə dediklərində bir çox haqlı tərəfləri var. Sadəcə mən hesab edirəm ki, qətil hökmlə danışmaq doğru deyil bir məsələlərdir. Belə hökmlə kimsə qəhrəmandır, kimsə xaindir. Mən bu cür yanaşmanın sadəcə tərəfində deyiləm. Mən elə gəlir ki, ona görə də məsələn, Nərimanovu Əliyədə Qarayevdə bir yerə qoymaq da doğru deyil hər halda. Mən deyirəm ki, Nərimanovda səhvlər etməyibdir. Bəlkə səhv edə bilər. Mənim Cumhuriyyətin qurucusu, bir mənalı şəkildə Cumhuriyyətin qurucusu və Cumhuriyyətin ilk dövlət başçısı olan Məhəmməd Əmin Rəsulzadə də səhvlər edibdir müəyyən məsələ. Mən biz elə yanaşa bilərik müəyyən məsələlərə. Ancaq o başqa bir məsələdir ki, biz məsələlərə yanaşmada olanımız, yəni tarixə baxanda olanımız kimliyidir, bəllidir. Biz bir də bəzən də, biz deyirik, məsələn, Babəki qəhrəman elədilər. Ancaq bu, Babəki Sovet dövləti qəhrəman eləməsəydi, qəhrəman olmayasaydı. Biz o məsələlərdə də məncə həssas olmaq lazımdır. Yəni, mən bir mənalı şəkildə nə Babəki, nə Cavanşiri, nə də digərlərinə, nə qəhrəman ya qəhrəman deyildir məsələsinə biz o cürə yanaşmaq məncə doğru deyildir. Mən özüm də biraz emosional adamım, biraz da bəzən məni adlandırırlar ki, hətta milliyyətçidir. Valla mənim milliyyətçiyim, yəni mən özüm qətiyyən milliyyətçi hesab edirəm və inşallah bundan sonra da deyəcəm. Ümumiyyətlə, Türk sözünü milliyyətçi yan-yana qoymağım mən ümumiyyətlə neyini? Türk sözü, Azərbaycan sözündə milliyyətçilik o olmadığı kimi, yəni İngilizlərin, Fransızların necə tuturam. Bizim Türk sözündə də milliyyətçilik yoxdur. Bizim yolumuz, əcdadlarımızın yolu insanlıq üçün idi. O qəhrəmanlarımızın kim, hansı dərəcədə, biz orada daha səbirli olmalıyıq. Yoxsa tariximizə baxdıqda onda Əmir Teymur ona görə qəhrəman deyil, o biz deyəcək, Bildirib Bəyazıt qəhrəmandır, o biz deyəcək Toxtamış xan qəhrəmandır və s. Mən bunu demək istəyirdim. Hər halda bir balaca fikirlərimi dedim. Sağ olun, sonra yenə davam edərik. Çox sağ olun. Məsələlər çoxdur. Burada bizim dəyərli tarixçilərimiz